Salam əziz şagirdlər, limit mövzusunun davamında qeyd olunan testlərin izahını verəcəm indi sizə. Baxaq sual 11-dən. Deməli, burada nə deyəcəyik? Sinus 0,2 x bölünsün x. Mən bunun sizə qaydasını demişdim keçən dərsdə ki, x yaxınlaşanda 0-a sinus ax bölünsün bx-in qaydası elə a bölünsün b-yə bərabərdir. Yəni, mən 0,2-ni burada x əmsalı 1-dir. 1-ə böləndə elə 0,2-nin özü eləyəcək. Sual 12-də x-lərin yerinə 1 qoyub hesablayıram. 7 çıxılsın 5 minus 1 eləyəcək o zaman 1. Düzgün cavab olacaq C variantı. Gəldik bura. Yuxarıdakı qayda kimi indi belə də yazmaq olar bunu. Limit x yaxınlaşanda 0-a sinus ax bölünsün sinus bx. Nəyə bərabərdir? A bölünsün b-yə. İndi gətirirəm buradan nə edirəm mən? 5 bölünsün 2-ni götürürəm. Yəni cavab olacaq o zaman 2,5. 14-cü sualda. Bu nə deməkdir? Yəni limitlərin özləri ayrı-ayrı limitlərin fərqinə bərabərdir. Yəni x-in yerinə bu ifadəni nə yazmaq olar? Limit n yaxınlaşanda sonsuzluğa x-in çıxılsın limit n yaxınlaşanda sonsuzluğa y-in. Bunun cavabı bizdə 3-dür. Bunun cavabı bizdə 1-dir. Baxın, burada qeyd olunub da. Üstdən də 1 çıxanda qalacaq 2. Düzgün cavab olacaq Y variantı. X-in yerinə məxəzə 3 yazsam 0, sürətdə yazsam 0, qeyri-müəyyənlik. Deməli, törəmə tapmaq lazımdır. Sürətin törəməsi bizə verəcək 8x, məxəzin törəməsi 1, deməli qaldı burada 8x. X-in yerinə gətirirəm, 3 yazıram. 8-i də 3-ə vuranda olacaq 24, yəni C variantı. Gəldik bura. Bu sualdan keçən dəfə də yazmışdıq. Deməli, x-in yerinə 4 yazanda məxəz 0-a çevriləcək. O zaman nə etmək lazımdır? Törəmə tapmaq. Məxəzdə x-in törəməsi 1 eləyəcək. 4-ün törəməsinə baxılmır, çünki 0 edir. Kök altında x-in törəməsi isə 1 bölünsün 2 kök altında x eləyəcək. 2-nin törəməsi 0 ilə yazılmır. Qalacaq o zaman 1 bölünsün 2 kök altında x. X-in yerinə 4 yazanda 1 bölü 2 kökdə 4. Yəni 4-dən 2 çıxır, 2-yə vurulur. Eləyəcək o zaman 4-də 1, yəni Y variantı. Gəldi yol 7-ci suala uşaqlar. Demişdim ki, sonsuzluğa yaxınlaşanda sürətə və xəcə baxın. Dərəcələrə baxıram, biri 1-dir, biri 2-dir. Dərəcələr fərqlidirsə, deməli burada limit 0-a bərabərdir. Qaldı o zaman cavab nə? -3. Gəldik sual 18-ə. Bu sualdan da yazmışdıq. Deməli, nə edirdik burada? Rasional kəsir kimi ortaq məxrəcə gətirirdik. Birinci yazıram x minus 4-də 1 minus 8 bölünsün. Bu ifadəni yazıram mən x minus 4 və x plus 4. Baxıram ki, birinci tərəfdə çatmayan ifadə x plus 4-dür. O zaman mən birinci ifadəni x plus 4-ə həm sürətini, həm də məxrəcini vururam. Bərabərdir. Məxrəc artıq hər ikisində x minus 4, x plus 4 oldu. Biri x plus 4-ə vuranda x plus 4 eləyəcək və var burada minus 8 yazdım bura. Bərabər, sürət mənə verir x minus 4, məxəz mənə verəcək x minus 4 ilə x plus 4-ün özünü. Artıq baxıram, x minus 4-lər getdi. Qaldı burada 1 bölü x plus 4. İndi x-in yerinə 4 yazmalıyım. 4 plus 4-də 1 eləyəcək o zaman 8-də 1. Cavab olacaq o zaman Y variantı. Gəldik sual 19-a. Elə bil ki, belə deyim də sizə. Biz nə edirdik? Sonsuzluğa yaxınlaşanda əmsallara baxırdıq da. Elə bir buradan məhsul nədir? 2 üstü n-dir. Həm sürətdə, həm məxrəcdə 2 üstü n-dir. Bunun əmsalı 1-dir, bunun əmsalı da 3-dür. O zaman cavab olaraq 1 bölünsün 3-ü götürəcəyik. Gəldik sual 20-yə. Sonuncu sualdır bu. Baxıram bura. X-lərin yerinə məxrəcdə 3 yazsam, çox güman ki, 0-a çevriləcək. Yoxlayalım. 3-ün kvadrat 9, 2-yə vurdum 18. 3-ü 5-ə vurdum 15. Çıx 3. 18 çıx 15. 3 çıx 3 0 eləyəcək. Deməli, bunu yaza bilmərəm. Artıq mən nə etməliyəm? Törəməni tapmalıyam. Sürətin törəməsi, x kvadratın törəməsi 2x verdi, x-in törəməsi də 1 verdi, 6-ın törəməsi 0 eləyir, yazılmır. Məxrəcdə törəməni tapanda 2 vurulur 2-yə 4, x olacaq, minus 5 eləyəcək. X-lərin yerinə 3 yazanda 6 çıxılsın 1, 3 yazanda 12 çıx 5. Bu eləyəcək 7-də 5, düzgün cavab olacaq